Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə natural ədədlər mövzusunu izah edəcəyim. Dərsə başlayaq. Deməli, ilk öncə natural ədədlər nə deyilir, ondan danışaq. Natural ədədlər gündəlik həyatımızda əşyaları saymaq üçün istifadə etdiyimiz ədədlərdir. Natural ədədlər böyük N hərfi ilə işarə olunur. Çoxluq şəklində onu göstərsək, birdən başlayır və sonsuza qədər davam edir. Natural ədədlər sonsuzdur. Yəni ən böyük ədədimiz yoxdur. Ən kiçiyimiz 1-dir, ən böyüyümüz isə yoxdur. Tək və cüt ədədlərdən danışaq. Tək ədədlər bildiyimiz kimi 1, 3, 5, 7 və onlar da sonsuza qədər davam edir. Cüt ədədlər isə 2, 4, 6, 8 və onlar da sonsuza qədər davam edirlər. Deməli, göründüyü kimi tək ədədlərdə, cüt ədədlərdə 2, 2 arta gedir. Yəni 1-in üzərinə 2 gələndə 3 edir. 3-ün üzərinə 2 gələndə 5 edir. 5-in üzərinə 2 gələndə 7 edir. Yəni növbətini tapmaq istəsək 7-nin üzərinə 2 gələcək, 9 edəcək. Cüt ədədlərdə həmçinin 2, 2 arta gedir. 2-nin üzərinə 2 gəldikdə 4 edir. 4-ün üzərinə 2 gəldikdə 6 edir. 6-ın üzərinə 2 gəldikdə 8 edir. Bu bizim işimizə nə yarayacaq? Bəzi misallarda işə yarayır. Deməli, tək ədədlərin düsturu 2n çıxılsın 1-dir. Cüt ədədlərin düsturu isə 2n-dir. Deməli, biz burada bu düsturun mənası nədir? Biz burada n-in yerinə istənilən bir qiymət qoyduqda, bu düsturda gətirib yerinə qoysaq, cavab tək ədəd alınır. Gəlin yoxlayaq. Məsələn, siz deyirsiniz ki, n-imiz 6 olsun. N-in yerinə 6 yazsam, 2 vurulsun 6, 12, 12 çıxılsın, 1 isə 11 edir. 11 tək ədəddir, bəli, tək ədəddir. Yəni, siz nə istəyirsiniz, gətirin, qoyun. Burada düsturun yerinə o tək ədəd alınacaq. Burada da cüt ədədlərin düsturu isə 2n-dir. Yəni, n-in yerinə istədiyiniz bir ədəd qoyun. Məsələn, nə qoyaq? 9 qoyaq. N-in yerinə 9 qoysaq, 2 vurulsun 9 edir 18. 18 də həqiqətən cüt ədəddir. Cüt ədəd alınır. İndi ardıcıl tək ədədlər, ardıcıl cüt ədədlərdən danışaq. Ardıcıl deyəndə, yəni özündən növbəti gələn. Bunları rəqəm şəklində necə göstərə bilərik? İlkimiz tək ədəddə bildik ki, 2n çıxılsın 1-dir. Növbəti nə olacaq? Üzərinə dedik ki, tək ədədlərdə, cüt ədədlərdə 2, 2 arta gedir. İndi ilkimiz 2n çıxılsın 1-dirsə, növbəti 2n çıxılsın 1-in üzərinə 2 gəlməli. Bu da edir 2n. Mənfi 1-in üzərinə 2 gələndə müsbət 1 edir. Yəni, növbəti olacaq 2n üstə gəlsin 1. Bundan növbətisini tapmaq istəsək, yenə bu həddin üzərinə 2 gəlməli. 2n üzərinə gəlsin 1-in üzərinə 2 gəldikdə, 2n üzərinə gəlsin 1-in üstünə 2 gəldikdə 3 edir. Yəni, növbəti alınacaq 2n üzərinə gəlsin 3. Bu şəkildə, yəni bizə neçə dənə rəqəm desə, misalın özündə o cür yazacaq. İndi cüt ədədlərdən danışaq. Cüt ədədlərin dedik ki, ilk düsturu 2n-dir. Yenə cüt ədədlərdə 2, 2 arta gedir. Onda bundan sonraki gələn ardıcıl cüt ədədimiz nə olacaq? 2n üzərinə gəlinsin 2. Bundan sonraki gələn nə olacaq? 2n üzərinə gəlinsin 4. Çünki nə? 2, 2 arta getməlidir. İndi danışaq natural ədədlərin onluq say sistemində yazılışından. Bizim misallarda test toplarında qabağımıza A, B, C, D üstü xətt kimi bir yazılışlar çıxacaq. Bunların mənası nədir? Burada mərtəbə vahidləri var. D mərtəbəsi təkliklər. C onluq. B yüzlük. A mərtəbə vahidi isə minlikdir. İndi bunların açılışı var. Məsələn, elə A, B, C, D üstü xəttin açılışından danışaq. Burada A hansı mərtəbə vahidi idi?
minlik. İlə ağzımızda min deyirik də, yazılır. Min A. Üzərinə gəlsin. B hansı mərtəbə vahididir? Yüzlük. Olacaq 100 B. Üzərinə gəlsin. C hansı mərtəbə vahididir? C onluq. Olur 10 C. Üzərinə gəlsin. D hansı mərtəbə vahidi idi? Təklik. Təklik. Təklikdə yəni bir deməkdir. Tək qalsın. D. Məsələn, indi başqasının açılışını yazaq. ABC üstü xəttin açılışı o zaman nə olacaq? A yüzlük mərtəbəsində. Təklik, onluq, yüzlük. Olacaq 100 A. Üzərinə gəlsin. B hansı mərtəbə vahididir? Onluq. 10 B. Üzərinə gəlsin. C də təklik mərtəbə vahididir. İndi bölünmə əlamətlərindən danışaq. İlk öncə başlayaq 2-yə bölünmə əlaməti ilə. 2-yə bölünmə əlaməti bütün cüt ədədlər 2-yə bölünür. Biz cüt ədəd olmağını hardan bilirik? Məsələn, böyük bir ədəd verib bizə. Məsələn, soruşur ki, bu ədəd cüt ədəddir yoxsa tək ədəd? Biz sonuncu rəqəminə baxırıq. Sonuncu rəqəm əgər cüt ədəddirsə, bu ədəd bütövlükdə özü də cüt ədəddir. Və yəni 2-yə bölünmə dedikdə bütün cüt ədədlər 2-yə bölünür. Amma tək ədədlər isə tam şəkildə bölünmür 2-yə. 3-ə bölünmə əlaməti isə rəqəmləri cəmi 3-ə bölünürsə, bu ədəd də 3-ə qalıqsız bölünür. Məsələn, verib bizə 243 ədədin. Yəni, kiçik bir ədəd üzərində izahlayıram, amma misallarda qarşımıza böyük ədədlər üzərində çıxa bilər. Məsələn, soruşur ki, 243 ədədi 3-ə qalıqsız bölünürmü? Bunu götürüb çubuqlu bölmənlə də oturub bölüb yazmaq olar, amma vaxt itkisidir. Daha asan yol var. Buradakı rəqəmləri toplayırıq. 2 üzərinə gəlsin 4, üzərinə gəlsin 3. Bu ədədləri toplayıram. 2 üzərinə 4 gəldim 6, 6 üzərinə 3 gəldim 9. 9 ədədi 3-ə bölünür? Hə, bölünür. Onda bu ədəd də 3-ə bölünür. Məsələn, yazıram 547. Soruşur ki, məndən 3-ə qalıqsız bölünürmü? Çox rahat. 5-in üzərinə 4, üzərinə 7 gəldim. 5 üzərinə 4 gələndə 9, 9-un üzərinə 7 gələndə 16. 16 3-ə bölünür? Xeyr. Onda bu ədəd də 3-ə bölünməyəcək. Yəni, qalıqsız bölünməyəcək. Bizə qalıqsız bölünmədən danışılır. İndi 4-ə bölünmədən danışaq. 4-ə bölünmədə son 2 rəqəmi 0, 0 və ya son 2 rəqəmi 4-ə bölünən ədəd olarsa, son 2 dayanan rəqəm 4-ə bölünən ədəd olarsa, onda bu ədədlər 4-ə qalıqsız bölünür. Məsələn, bizə verib 1216. Sənə lazımdır ki, bu ədəd 4-ə qalıqsız bölünürmü? Neynirsən? Son 2 rəqəminə baxırsan. 16 4-ə bölünürmü? Hə, bölünür. Deməli, onda 1216 da 4-ə qalıqsız bölünəcək. Və yaxud da, məsələn, 8400. Sən lazımdır ki, bu ədəd 4-ə bölünür, yoxsa yox. Baxırsan, son 2 rəqəmi 0 ilə bitib, o zaman bu ədədlər 4-ə qalıqsız bölünəcək. 5-ə bölünmə ən rahat olanıdır. 5-ə bölünmədə son rəqəmi, belə yox, belə göstərək. Son rəqəmi 5 və ya son rəqəmi 0 ilə bitən istənilən ədəd 5-ə qalıqsız bölünür. Məsələn, sən lazımdır ki, bu ədəd 5-ə qalıqsız bölünür ya yox. Sən sonuncu rəqəminə baxırsan, 5. Yəni, sonuncu rəqəmi 5-dirsə, demək ki, 5-ə qalıqsız bölünür. Və yaxud da bunun yerində 0 olsaydı, 0 da olsaydı, yenə baxıram ki, sonuncu rəqəmi 0-dır. Bəli, o zaman 5-ə qalıqsız bölünür. İndi danışırıq 6-ya bölünmədən. 6-ya bölünmə həm 2-yə, həm də
3'ə bölünən ədədlərdir. Biz 2'yə bölünmə əlamətini də bilirik, 3'ə bölünmə əlamətini də bilirik. 2'yə bölünmə əlamətində dedik ki, bütün rəqəm cüt ədədlər 2'yə qalıqsız bölünür. 3'ə bölünmə əlaməti üçün də dedik ki, rəqəmlər cəmi 3'ə bölünürsə, onda bu ədəd 3'ə qalıqsız bölünür. Məsələn, bir nümunə üzərində izah edim. Misal üçün bizə nə olsun? Tutaq ki, verilib bu ədəd 21648 soruşur ki, 6'ya qalıqsız bölünürmü? Biz baxırıq ilk öncə nə? Həm 2'ni yoxlamalıyıq, həm 3'ü. 2'yə bölünmə əlaməti nə idi? Yenə də deyirəm, bütün cüt ədədlər. Sonuncu rəqəminə baxırıq. 8-dir. 8 cütdür? Hə, cütdür. Deməli, 2'ni ödədi. İndi bir dənə 3'ü də yoxlayaq. 3'də baxaq. 3'ə bölünmə əlaməti 2 üzərinə gəlsin 1, üzərinə gəlsin 6, üzərinə gəlsin 4, üzərinə gəlsin 8. 2'nin üzərinə 1 gəldi 3, 6 üzərinə gəlsin 9, 9'un üzərinə 4 gəldi 13, 13'ün üzərinə 8 gəldi 21. 21 ədədi 3'ə bölünür? Hə, bölünür. O zaman bu ədəd həm 2'yə, həm 3'ə də bölündüyü üçün 6'ya da bölünmüş olacaq. Yox, əgər birini ödəyib, digərini ödəməsəydi, onda deyəcək ki, 6'ya bölünmür. Hər ikisi eyni zamanda ödəməlidir. Eyni zamanda. Birini ödəyib, birini ödəməmək kimi bir şey ola bilməz. Yəni, olarsa, o ədədi biz deyəcək ki, 6'ya qalıqsız bölünmür. 7'yə bölünmə əlaməti çox istifadə olunmur. Ona görə keçirik 8'ə bölünmə əlamətindən. 8'ə bölünmə əlaməti 4'ə bölünmə əlamətinə bənzəyir. 4'ə bölünmədə son 2 rəqəmi demişdik. Amma 8'ə bölünmədə son 3 rəqəmi 0, 0 və ya son 3 rəqəmi 8'ə bölünən ədəd olarsa, bu ədəd 8'ə qalıqsız bölünür. Yəni, bunu 4 üzərində izahləmişdim. Yəni, sonuncu 3 rəqəmlərinə baxacaq. Ya sonuncu 3 rəqəmi 0, 0, 0 ilə bitməlidir və yaxud da sonuncu 3 rəqəminə baxırıq. Əsas, əgər 8'ə bölünürsə qalıqsız, demək ki, bütövlükdə götürülən ədəd də 8'ə qalıqsız bölünmüş olacaq. 9'a bölünmə əlaməti 3'ə bölünmə əlamətinə bənzəyir. 9'a bölünmədə yenə rəqəmlərin cəmini toplayırıq. Məsələn, bizə verir 243.672 ədədi 9'a qalıqsız bölünürmü? Neyinirik? Yenə ədədləri toplayırıq. 2 üzərinə gəlsin 4, üzərinə gəlsin 3, üzərinə gəlsin 6, üzərinə gəlsin 7, üzərinə gəlsin 2. 2'nin üstünə 4, 6, 6'nın üstünə 3, 9, 9'un üstünə 6, 15, 15'in üstünə 7, 22, 22'nin üzərinə 2 edir 24. Bizdə 9'a bölünməndə 24 9'a bölünürmü? Xeyr. O zaman bu ədəd də 9'a bölünməyəcək. 10'a bölünmə əlaməti çox asandır. 10'a bölünmə əlaməti son rəqəmi 0 ilə bitən istənilən ədəd 10'a qalıqsız bölünür. Məsələn, nə qədər böyük bir ədəd olursa olsun, sonuncu rəqəmi əgər 0-dsa, bu ədəd onda 10'a qalıqsız bölünür. 12'yə bölünmə əlamətindən danışaq. 11'ə bölünmə əlaməti də istifadə olunmur bizdə. Yəni, çox nadir hallarda istifadə olunur. 12'yə bölünmə əlamətində yadımızda saxlayaq. Həm 3, həm 4. 6'da necə? Həm 2, həm 3 idi. 12'də də həm 3, həm 4. İkisini də eyni zamanda ödəməlidir. Birini ödəyib, birini ödəməzsə, onda 12'yə bölünmür. Hər ikisini də ödəməlidir. 3'ə bölünmə əlamətini də bilirik, 4'ə bölünmə əlamətini də bilirik. Hər ikisini yoxlayırıq. Ödəyirsə 12'yə bölünür. Ödəmirsə demək ki, 12'yə bölünmür. Belə yadda saxlamaq olar 12'ni ki, 3 vurulsun 4 neçə edir? 12. Oradan yadda saxlamaq olar ki, 12 3 ilə 4'ə baxmalıyıq. Deməli, sonra 14 15'ə bölünmə əlamətində yoxlamalıyıq həm 3'ü, həm 5'i. Həm 3'ü ödəməlidir, həm 5'i ödəməlidir. 18'ə bölünmə əlamətində isə həm 2'ni yoxlayacaq, həm də 9'u.
Bunların hasili kimi yadda saxlamaq olar ki, 15 3 vurulsun 5 15 edir. 18-də 2 vurulsun 9 18 edir. Onda yəni 18-ə bölünmə əlamətini soruşursa, həm 2-ni yoxlamalıyıq, həm 9-u yoxlamalıyıq. Yenə də təkrar edirəm, hər ikisini də eyni zamanda ödəməlidir. Birini ödəyib, birini ödəməzsə, onda deyirik ki, bu ədəd qalıqsız bölünmür. İndi qalıqlı bölmədən danışaq. Yəni söhbət çubuqlu bölmədən gedir. Məsələn, A-nı B ədədinə böldükdə alınır cavab C. Bu da D olsa. Burada A bölən adlanır. Bölən. B bölünən adlanır. Bölünən. C natamam qismət adlanır. Q isə qalıq adlanır. Məsələn, testdə qabağınıza belə bir suallar çıxacaq. İlk öncə düstur şəklində yazın. Deməli, bizim A-mız bərabər bizdən böləni soruşursa, biz bölünəni natamam qismətə vurub üzərinə qalıq gəlməliyik. Bu bizim düsturumuzdur. Bir də ki, ən əsas düsturlardan biri bölünən, düstur deyil, sadəcə qayda olaraq yadımızda saxlamalıyıq ki, bölünən qalıqdan böyük bir ədəd olmalıdır. İndi niyəsinə gələcək. İndi gəlin bu haqda danışaq. Məsələn, bizə deyir ki, test toplusunda belə bir suallar var. Hansı ədədir? Hansı ədədir? Biz bilmirik də hansı ədəddir. 5-ə böldükdə natamam qismətdə cavab 2, qalıqda isə 3 alınır. Bu hansı ədəddir? Deyir, hansı ədəddir? 5-ə böləndə cavabı 2 alırsan, qalığında da 3 qalır. Bu ikisi tapmaq üçün 2-ni 5-ə vurub üzərinə 3-ü gələcək, yəni qalığı. O da edir 2-ni 5-ə vuranda 10, üzərinə 3 gələndə 13. Yəni 13-ü həqiqətən də 5-ə böləndə 2 dəfə düşür, qalıqda 3 alınır. Yəni bu rahat tapmağın üsuludur. Deməli, indi gəlirik bu qaydaya. Bölünən qalıqdan hər zaman böyük olmalıdır. Məsələn, belə bir suallar qarşımıza çıxa bilər ki, hər hansısa bir ədədi 11-ə böldükdə alına bilən qalıqların cəmini tap. Hər hansısa bir ədəddə 11-ə böldükdə alına bilən qalıqların cəmini tap. Biz bir ədədi, hər hansısa bir ədəddir də, bu ədədi 11-ə bölürəmsə, burada qalıqda yaranan ədədlər, qalıqda alınan ədədlər 11-dən kiçik ədədlər olmalıdır. Niyə görə? Əgər məsələn 12 alınsa, 12 qalıq nətər alına bilər ki, 12-nin də içində 11 var. Yenə mən 12-ni 11-ə bölürəm, yenə proses davam edir. Bu belə ola bilməz. Yəni burada əgər ədədi 11-ə bölürəmsə, 11-dən kiçik ədədlər alınmalıdır. 10 alına bilər, 9 alına bilər, 8, 7, 6, 5, 4, 3, 2, 1 və yaxud da 0 ümumiyyətlə qalıqsız da ola bilər ki, yəni onda ədəd tam bölünür deyirik. Yəni 11-ə bölünəndə alına bilən qalıqların cəmi ondan 1-ə qədər olan ədədlərin cəmi nəzərdə tutulur. Məsələn, 5-ə bölünmə əlaməti desə, 1-dən 4-ə qədər ədədlərin cəmi nəzərdə tutulur. Yəni onları toplasaq biz cavabı tapmış olarıq. İndi isə sadə ədədlərdən danışaq. Sadə ədədlər yalnız 1-ə və özünə bölünən ədədlərə deyilir. Sadə ədədlərə 2, 3, 5, 7, 11, 13 və s. sonsuza qədər sadə ədədlərdə davam edir. Sadə ədədlər, yəni 1-ə və özünə bölünən ədədlər. Məsələn, 2 hansı ədədlərə bölünür? 1-ə bölünür, sonra 2-yə bölünür. 3 hansı ədədlərə bölünür? 1-ə bölünür, 3-ə bölünür. 5, 1-ə bölünür, 5-ə bölünür. 7, 1-ə bölünür, 7-yə bölünür. Yəni görürsünüz, 1-ə və özünə bölünür. 1-ə və özünə bölünür. 1-ə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. Yalnız cüt ədədlərdən 2 ədədi sadədir. Qalan heç bir cüt ədəd sadə ədəd deyil. Amma bütün tək ədədlər sadə ədəddir deyə bilmərik. Məsələn, 9 tək ədəddir, amma sadə ədəd deyil. Çünki niyə? 9-un bölənləri 1-ə bölünür, 3-ə bölünür və 9-a bölünür. Yəni 1 və özündən başqa da bir ədəd var. Onda bəs bu ədədlərə nə deyəcəyik? Mürəkkəb ədədləri. Mürəkkəb ədədlər deyəcək. Yəni 2-dən çox böləni olan ədədlərə, həqiqətən də 3 dənə böləni var da, 2-dən çox böləni olan ədədlərə mürəkkəb ədədlər deyəcək. 1 isə nə sadədir,
nə mürəkkəbdir? 1 neytral ədəddir. Bunu da yadınızda saxlayın. İndi isə danışaq qarşılıqlı sadə ədədlərdən. Qarşılıqlı sadə ədədlər nəyə deyilir? Ortaq böləni yalnız 1 olan ədədlərdir. Məsələn, bizə bir ədəd cütü verilib. Misal üçün olsun 7 və 12 olsun. Bizə soruşur ki, bu ədəd cütü qarşılıqlı sadə ədəddirmi? Biz dedik ki, ortaq böləni yalnız 1 olan. Ortaq bölən yalnız 1 olmalıdır. Ortaq, yəni ikisində də olan. 7-nin bölənlərini yazaq. 7 hansı ədədə bölünür? 1-ə və 7-yə. 1 və 7-dən başqa hansısa bir ədədə bölünmür ki? Xeyr. 12 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 4-ə bölünür. Daha sonra 6-ya bölünür və nəhayət 12-yə bölünür. Hər ikisinin ortaq olan yalnız hansı ədəddir? 1. Başqa ortaq hansısa bir ədəd var? Təbii ki, xeyr. Onda biz bunlara qarşılıqlı sadə ədədlər deyəcəyik. Məsələn, olsaydı, bu rəngini dəyişək. Məsələn, olsaydı, misal üçün 6 və 15 olsun. Soruşur bizdən qarşılıqlı sadə ədəddirmi? Sadə vuruqlarını ayıraq. 6-nın sadə vuruqları 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür və 6-ya bölünür. 15 isə 1-ə bölünür, 3-ə bölünür, 5-ə bölünür və 15-ə bölünür. İndi bunun ortaqlarını seçək. Ortaq 1 var yenə hər ikisindən, amma bu səfər ortaq başqa da ədəd var. Baxın, 3. Artıq biz buna qarşılıqlı sadə ədəd deməyəcəyik. Çünki birdən də başqa ortaq bölən var. Yalnız 1 olan ədədlərə, ortaq yalnız 1 böləni olan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Deməli, yadda saxlamaq lazımdır. 3 dənə başlıq var. Ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Məsələn, istənilən bir ardıcıl ədəd götürün. Məsələn, 101 və 102 olsun. Ardıcıl gələn ədəddir də. Ardıcıl gələn ədədsə istəyirsiniz özünüz yoxlayın, amma bu bir qaydadır. Ardıcıl gələn ədədlər qarşılıqlı sadə ədədlərdir. Sonra ardıcıl gələn tək ədədlər qarşılıqlı sadədir. Məsələn, olsun 13 və 15. Özünüz evdə yazın, yoxlayın. Yenə də 13 ilə 15-in yalnız ortaq böləni bir ədəd olacaq. Ona görə ardıcıl tək ədədlər qarşılıqlı sadədir. Ardıcıl gəlməlidir. 13-dən sonraki gələn ardıcıl növbəti tək ədədimiz neçədir? 15. Və sonuncu qayda bir rəqəmi ilə istənilən ədəd qarşılıqlı sadədir. Məsələn, olsun 2357. Soruşur ki, 1 ilə 2357 qarşılıqlı sadə ədəddirmi? Bəli, 1-i görürüksə, heç bir yoxlamadan, bölənlərini ayırmadan biz deyə bilərik ki, 1 ilə istənilən ədəd qarşılıqlı sadə ədəddir. İndi danışaq sadə vuruqlara ayırmadan. Məsələn, bir ədəd götürək, onu sadə vuruqlarına ayıraq. Misal üçün 48. 48-i belə uzun bir xətt çəkilir. Sadə ədədlərini ayırıq. Yəni, sadə vuruqlarına ayırma. Burada yazacağım, bu sütunda sağ tərəfdə yazacağım ədədlər sadə ədədlər olmalıdır. Sadə ədədlər nəyə deyilirdi? 1-ə və özünə bölünən. Ən kiçik 2-dir. 2 ilə başlayaq. 48 2-yə bölünür. 48-i 2-yə böldükdə 24. 24-ü 2-yə böldükdə 12. 12-yi 2-yə böldükdə 6. 2-yə böldükdə 3. 3-ə böldükdə isə 1 edir. Yəni yazırıq. 48 bərabərdir. 2-dən neçə dənədir? 1, 2, 3, 4. Yazırıq 2 üstü 4 vurulsun 3-dən neçə dənədir? 1 dənə. Əslində 1 yazılmır, sadəcə izah etmək üçün 1-i yazdım. Yəni 3 üstünə heç nə yazılmayıbsa 1 deməkdir. Bəli, 48-ə sadə vuruqlarını ayırdım. İndi burada bir-iki nüans var. Bunlardan danışım. Tutaq ki, bizə birinci sualda soruşur ki, sadə vuruqların sayını tap. Sadə vuruqların sayı deyəndə biz buradakı ədədlərin hər birini götürəcəyik. Neçə dənə ədədimiz var? 1, 2, 3, 4, 5. Sadə vuruqların sayını tap deyirsə 5 dənə olur. Bizdən əgər soruşursa müxtəlif sadə vuruqların sayı, müxtəlif deyirsə, yəni müxtəlif hər rəqəmdən bir dənə olsun. Burada müxtəlif neçə dənə ədəd var? 2 və 3-dən başqa nəsə ədəd var? Yox.
Deməli, müxtəlif sadə vurğuların sayı neçədən olacaq? 2 dənə. Bizdən əgər soruşursa ki, sadə bölən sayı, yadınıza saxlayın. Sadə bölən sayı elə müxtəlif vurğuların sayıdır. Müxtəlif vurğuların sayı. Eyni anlayışda. Yəni bu sadə vurğuların sayı idi. Sadə vurğuların. Sadə vurğular sadə böləni qarışdırmayın. Sadə vurğuların sayı soruşursa hamısını götürürük. Sadə bölən soruşursa müxtəlif vurğuların sayını yalnız götürmək lazımdır. Bəs natural bölənlərin sayı necə tapılır? Bu düsturdur. Natural bölənlərin sayı. Daha tam yazmıram. Natural bölənlərin sayı. Əgər tutaq ki, bizim ədədimiz A bərabərdir AM vurulsun B üstü N vurulsun C üstü K şəklindədirsə, biz qüvvətlərin, natural bölənlərin sayın qüvvətlərin üzərinə bir gəlib bir-birinə vurmalıyıq. M üstəgəl 1 vurulsun N üstəgəl 1 vurulsun K üstəgəl 1. Məsələn, bunu 48 ədədi üçün tətbiq edək. Bu 3-ün üstündə dedik, heç nə yazılmayıbsa 1 deməkdir. Məsələn, 48 ədədinin natural bölənlərin sayı soruşursa, qüvvət neçədir? 4. 4 üstəgəl 1 vurulsun. Növbəti qüvvətimiz nədir? 1. Yəni, düsturun özündədir bu 1-i gəlmək. Baxın, bu düsturların özündədir. Burada 5 də olsaydı, 5-in üstünə 1 gələcəkdi. 4-ün üstünə 1 gəldi, 5. 5-i də 2-yə vurduq, 10. Deməli, 48 ədədinin neçə natural böləni var? 10 dənə natural böləni var. Bəs tam bölən sayı necə tapılır? Bu da düsturdur. Tam bölən sayı az öncə tapdığımız natural bölənlərin sayın vurmalıyıq 2-yə. Yəni 48 ədədində neçə dənə natural bölən sayı tapdıq? Tapdıq 10 dənə. Onda əgər bizdən 48-in tam bölən sayı soruşursa, onu 2-yə vurmalıyıq, edir 20. Deməli 48 ədədinin tam bölənlərinin sayı 20 dənədir. Daha sonra məsələn bizdən soruşur mürəkkəb bölən sayı. Bu da düsturdur. Mürəkkəb bölənlərin sayını tapanda natural bölənlərin sayından biz çıxmalıyıq sadə bölənlərin sayı. Və əlavə olaraq biz çıxılsın 1 də yazmalıyıq. Məsələn, 48 ədədi üçün indi tapaq. Sadə vurğularını ilk öncə təbii ki ayırırıq. Natural bölənlərin sayını neçə dənə tapdıq? 10 dənə. Sadə bölənlərin sayı neçə idi? Sadə bölən dedik ki, müxtəlif olan. Müxtəlif olan orada 2 və 3 ədədi idi. Yəni 2 dənədir. Və əlavə olaraq düsturumuzda nə var? Çıxılsın 1. Ondan 2 çıxdı 8. 8-dən də 1 çıxdı 7. Deməli 48 ədədinin neçə dənə mürəkkəb bölən sayı var? 7 dənə mürəkkəb bölən sayı var. Bəs bizdən sadə, yəni bunlar hazır testlərdə olan suallardır. Məsələn, hamısının tapılması qaydasını izah edirəm. Sadə olmayan bölən sayı soruşursa, sadə olmayan bölənlərin sayını biz, bu da düsturdur, natural bölənlərin sayından bu səfər təkcə sadə bölən sayını çıxırıq. Sadə bölən sayın çıxmalıyıq. Yəni 48 ədədində neçə dənə natural bölən sayı var idi? 10 dənə. Bu səfər sadə bölənlərin sayı da dedik ki, müxtəlif bölənlərin sayı ilə eyni idi. Müxtəlif bölənlərin sayı 2 idi. Bundan 2 çıxdıq 8. Deməli, sadə olmayan bölənlərin sayı 48 ədədində neçə dənədir? 8 dənə. Bir də ki var, bir də var tam bölən cəmi. Məsələn, 48 ədədində biz tam bölənlərin cəmini soruşursa, bizdə həmişə cavab 0-dır. İstəyir soruşsun 1356 ədədinin tam bölənlərinin cəmi.
hamısında tam bölənlərin cəmi 0 edir. Bunu mütləq yadınızda saxlayın. İndi isə danışırıq. Əbob və əkobdan danışaq biraz. Deməli uşaqlar, əbob sözünün mənası ən böyük ortaq bölən deməkdir. Ən böyük ortaq bölən. Bu misal üzərində izah edim. Daha yaxşı aydın olsun. Məsələn, bizə verib əbob. Hesablamalıyım. Nə olsun? 24 ilə 36-ya. Əbob soruşur. İlk öncə nə etməli? Ədədi sadə vurğularına ayırın. 24-ü 2-yə böldükdə 12. 2-yə böldükdə 6. 6-nı 2-yə böldükdə 3. 3 yalnız 3-ə bölünür. Cavab 1. Keçirik 36-nı bölməyə. 36-nı 2-yə böldükdə 18. 2-yə böldükdə 9, 3-ə böldükdə 3, 3-ü də 3-ə böldükdə 1. Deməli, əbob tapanda nə edirik? Ortaq olanları götürürük. Hər ikisində olanlar. Hər ikisində olan hansı ədədlərdir? 2. Sonra baxıram, 2 burada da var, burada da var. 2 burada var, amma burada yoxdur. Bir də 3 burada da var, burada da var. Ortaq olan hansı ədədlərdir? 2, 2, 3. Həmin ədədləri bir-birinə vururuq. 2-yə 2-yə vurduqda 4, 4-ü də 3-ə vurduqda 12. Deməli, bu ədədlərin əbobu neymiş? 12. Yəni, əbobları tapanda ortaq olanları seçib bir-birini vururuq. Amma bəzən uşaqlar nə edə çaşır? Götürür yazır. 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 3 vurulsun, 3. Xeyr, hamısını bir-birinə vurmaq. Bir dənə sətirdən götür vur. Ortaq olan hansı ədədlərdir? Yalnız 2, 2, 3. Yəni, digər sütundan da tezdən ondan yenidən götürməyə ehtiyac yoxdur. İndi isə əkobdan danışaq. Əkob sözünün mənası ən kiçik ortaq bölünən deməkdir. Bunu da misal üzərində izahlayıram. Elə həmin ədədlər üzərində olsun. Məsələn, əkob yenə 24 ilə 36-ya bu səfər əkob tapırıq. Yenə sadə vurğularına ayırırıq. 24-ü 2-yə böldük. 12, 2-yə böldük. 6, 2-yə böldük. 3, 3, 3-ə bölünür. 1. 36-nı vurğularına ayıraq. 36-nı 2-yə böldükdə 18, 2-yə böldükdə 9, 3-ə böldükdə 3, 3, 1. Bu səfər əkobu tapanda nə edirik? Bu ədədlərin arasında ən böyüyü neçədir? 24-lə 36 arasında. Təbii ki, 36. Ən böyük olanı götürürük, vurulsun yazırıq. Ortaq olanların üzərindən bu səfər xətt çəkirik. Ortaq hansı ədədlərdir? 2 burada da var, burada da var. 2 burada da var, burada da var. 2 burada var, burada yoxdur. Amma 3 yenə hər ikisində var. Ortaq olanların üzərindən xətt çəkdim. Artı 36-nı yazmışıq da. 36-nı yazmağa yenidən ehtiyac yoxdur. Digər sütuna baxırıq. Digər sütunda yalnız nə qaldı? 2. 36 vurulsun 2. O da, yəni bu aşağıdan yazaq. 36 vurulsun 2. Bərabər neçə idi? 72. Deməli, 24 ilə 36-nın əkobu 72-dir. Deməli, qaydalar var. A ədədi və B ədədi qarşılıqlı sadə ədədlər olarsa, qarşılıqlı sadə ədədlər olarsa, əbob AB 1-ə bərabərdir. Həmin ədədlərin əbobu 1-ə bərabərdir. Əkobu isə həmin ədədlərin hasilinə bərabər olmalıdır. Yəni, məsələn, bizə verib əbob, misal üçün 5, 6. Deyir, 5 ilə 6-ya əbobdur. Biz bayaq qarşılıqlı sadə ədədlərdən danışanda nə dedik? Ardıcıl gələn natural ədədlər qarşılıqlı sadə ədədlərdir. Bunun qarşılıqlı sadə ədəd olduğunu bildim. Bu əbobu hazır cavabdır. Əbobu 1-ə bərabərdir. Əkobu isə bu ədədlərin əkobu 5 ilə 6-nın əkobu həmin ədədlərin hasilinə bərabərdir. 5 vurulsun 6 cavab edir 30. Növbəti qayda A ədədi B ədədinə tam bölünürsə.
Yəni A ədədi B-nin böləni olarsa, o zaman EBOB AB bu ədədlərdən kiçiyini, yəni həmişə yadınızda saxlayın. Birinci yazılan kiçik olur, ikinci yazılan böyük olur. Böyükdür də ən böyük ortaq böləndə yadınızda saxlayın, kiçiyin götürür. Kiçiyi A-dır. EKOB-da isə ən kiçik ortaq bölünən, kiçikdə isə böyükünü götürür. Böyüyü isə B-dir. Yəni bu nə deməkdir? Məsələn, sual qabağımıza çıxıb, tək-tək bölüb yenidən sadə vurğularını ayırıb da tapa bilərsən, amma bunlar hazır qaydalardır. Və məsələn, misalın şərtində rəqəm olmasa bəs necə tapacaq? Ona aid qaydalardır. Bu məsələn olsun 6 və 12. O zaman 6 və 12-yə EBOB tapmaq istəyirik. Görürəm ki, 6 ədədi 12-yə tam bölünür də. Qalıq qalmır bir şeymi? Tam bölünür. EBOB deyirsə, EBOB-da biz böyükdə kiçiyin götürürük. Cavab kiçikdir. Kiçik. EKOB-da isə böyüyün götürürük. EBOB-da kiçiyi hansıdır? 6. EKOB sorursaydı, elə cavab bunlardan böyük olacaqdı. 12. Bu hansı şərtdə A ədədi B ədədinə tam bölünürsə. Deməli, indi bir-iki dənə də EBOB, EKOB-a aid düsturlar var. Bu haqda da danışaq. Deməli, düsturlardan biri, məsələn, EBOB n vurulsun A, bir də n vurulsun B. Buna biz EBOB tapırıqsa, ortaq vuruq mötərizə xaricinə çıxarta bilərik. Burada ortaq olan hər ikisində nədir? N. N-i çıxartıram çölə, vurulsun, qalır EBOB. Yerdə nə qaldı? A, B, B. Bu qaydanı N ilə EKOB-a da aid edə bilərik. Yəni burada istəyir EBOB olsun, istəyir EKOB olsun. Yenə eyni qaydada N-i ortaq vuruq kimi çölə çıxartacaq. O zaman nə qalacaq? EKOB A, B. Yəni burada EBOB-un yerinə EKOB da yazıla bilər və EKOB AB-ni biz eyni ədədin EBOB-una bölsək, yəni AB burada eyni ədəddir də, bizə cavab C ədədini verir. C burada nədir? Ortaq olmayan sadə vuruqların hasili. Ortaq olmayan sadə vuruqların hasilidir. Biz, yəni misalda şərtlərdə qabağınıza çıxacaq. Deyir, ortaq olmayan sadə vuruqların hasili 5-ə bərabərdir. Biz avtomatik C-ni 5 götürəcəyik. Daha sonra EKOB AB vurulsun EBOB AB. Elə yenə bu ədədlərin hasilinə bərabərdir. Məsələn, buna aid bir sual deyim. Yenə də deyirəm, ayrı-ayrılıqda tapıla bilər hər biri, amma yəni asan da olsun, yəni vaxt cəhətdən. Məsələn, olsun EKOB, buna aid bir sual yazıram. Nə olsun? 24 ilə olsun 56 məsələn. Vurulsun EBOB eyni ədəd olmalıdır. 24 ilə 56. Bunu bir-bir yenə sadə vuruqlarına ayırıb, ayrıca EKOB, EBOB tapınca, əgər eyni ədəddirsə, ortada vurmadırsa, cavab elə 24 vurulsun 56-ya bərabərdir. Bunu özünüz, məsələn, 24-ü 56-ya vuraq. 24 vurulsun 56 edir 1344. Yəni siz özünüz təklikdə hesablasanız da cavabı 1344 tapacaqsınız. Yəni hazır bəsit qaydadır, yadda saxlamaq məncə asandır. Daha sonra növbəti düstur isə yenə sadə vuruqların hasilinə, ortaq olmayan sadə vuruqların hasilinə aid düsturdur. Bizə EBOB AB-nin C ilə olan düsturu var. Kök altında A vurulsun B bölünsün C-dir EBOB-da. EKOB-da isə kök altında A vurulsun B vurulsun C-dir. Onların hasilidir. Buna aid test toplusunda da kifayət qədər sual var. Natural ədədlərdən dərs izahı bu qədərdir. Sağ olun, özünüzə yaxşı baxın.